Ağdaş rayonunda bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədi ilə Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Tədbir Ağdaş rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalın keçirilməsində əsas məqsəd regionun agroturizm imkanlarının genişləndirilməsi, fermer və sahibkarlar arasında birbaşa əməkdaşlıq mühitinin yaradılması, həmçinin yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və satış imkanlarının artırılması olub. Tədbirdə Ağdaş rayonunun aqrar sahədə son illərdə əldə etdiyi nailiyyətlər, xüsusilə meyvəçiliyi istiqamətində görülən işlər barədə məlumat verilib. Ziyarətçilərə bölgədə istehsal olunan ekoloji təmiz məhsullar, təbii şirələr, quru meyvələr və digər ərzaq nümunələri təqdim olunub. Festivalda kənd təsərrüfatı, sənətkarlıq, milli mətbəx, sənaye məhsulları və əl işləri stendləri xüsusi maraqla qarşılanıb. İlk dəfədir ki, Ağdaşda belə bir festival keçirilir. Nə xoş bizə ki, həqiqətən də belə bir şey olur. Hər zaman bir Ağdaş gəncə olaq düşünmüşəm ki, ətraf rayonlarda, paytaxt Bakıda müxtəlif festivallar və tədbirlər keçir. Nəyə görə Ağdaşda olmasın? Həqiqətən də hər kəsə təşəkkür edirəm. Sizə də festivalda xoş izləmələr. Ağdaşda öz heyvasıyla məşğuldur. Heyvanın bir çox çeşidləri var. Heyvadan kompot olur, cem olur, tutması olur. Hətta belə təbii şirəsi də hazırlanır. Heyvanın tumundan dərman kimi istifadə olunur. Biz Ağdaş rayonunun Çoraq kəndindən öz məhsullarımızı satışa həm satış üçün, həm də ki tanınmaq üçün bu heyva festivalına qatılmışıq. Bizim bağımızda, ümumiyyətlə Ağdaşda heyvan 20 növ var. Bizim bağımızda 3 növü yetişir və bizim təkcə heyva məhsulları deyil, heyvadan hazırlanan məhsullardan bugün sərgidə iştirak edirik. Çox möhtəşəm təşkil olunub. Bugün biz burada heyvanın müxtəlif təamlarını daddıq, müxtəlif formalarda heyvanın bugün burada sunumları oldu. Tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm və ümid edirəm ki, növbəti illərdə də heyva festivalı bu cür gözəl, möhtəşəm Ağdaş rayonunda təşkil olunacaq. İlk dəfədir bu festival keçirilir rayonumuzda. Bu festivalın keçirilməsi ən önəmli cəhətlərdən biri odur ki, biz kətçilər, sahibkarlar məhsullarını gətirib bu festivalda satır. Alıcılar da mənə elə gəlir ki, razı qalmalıdırlar ki, yəni birbaşa satıcıdan əldə edirlər məhsulları. Açılış mərasimində çıxış edən Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qeyd edib ki, dövlətin aqrar sektora göstərdiyi davamlı dəstək və fermerlərin artan fəallığı sayəsində son illərdə rayonda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin inkişafında mühüm irəliləyişlər əldə olunub. O bildirib ki, aqrar sahədə tətbiq olunan müasir yanaşmalar, texnologiyalar və innovativ təşəbbüslər nəticəsində məhsuldarlıq artır, kənd yerlərində məşğulluq genişlənir və yerli istehsal ixrac potensialı qazanır. Rəsmi açılışda çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu il ərzində 11 bölgədə məhsul festivalı keçirilib. Bugün ilk dəfə olaraq Ağdaş rayonunda birinci heyva festival keçirilir. Qeyd etmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bu ildən başlayaraq bölgələrdə məhsul festivalları keçirilməsinə start verilmişdir. Bugünkü tədbir sadəcə 12-ci tədbirimizdir. İlin sonuna qədər isə 20-yə yaxın bölgədə bizim məhsul festivalının keçirilməsi planlaşdırılır. Məhsul festivallarının, o cümlədən heyva festivalının keçirilməsinin əsas məqsədi bölgələrdə hər hansı bir məhsul ətrafında həmin bölgənin torpaq, iqlim, hava şəraitinə uyğun olaraq məhsul ətrafında klasterin formalaşdırılmasıdır, emal müəssisələrin yaradılmasını təşviq etməkdir. O cümlədən həm ölkə daxilində, həm ölkə xaricində məhsulun tanınmasıdır. Növbəti tədbirin 29 oktyabr tarixində Balakən rayonunda təşkili nəzərdə tutulur.